Neyini? Çarxalaya. Allah Allah. Hadi biraz. Aha. Ən qəribə və ya absurd şagird sualı hansıdır ki, cavab verməyə utanmısınız, amma sonra gülmüsünüz? Maraqlı sualdır. Amma cavab verməyə niyə utanım ki? Mənim elə bir ixtisasım riyaziyyatdır da, yəni bizdə utanmaq söhbəti yoxdur. Riyaziyyatdan nə sual verdi, cavab verməlisən. Ki, utanılacaq bir sual verilməyib baxım. Cavabı pas. Sizdən sıralarınızda. Müəllim kimi sizi ən çox hansı uğur və ya dəyişiklik motivasiya edir? Mənim üçün ən böyük motivasiya o olar ki, adətən bütün şagirdlər riyaziyyat hazırlığına başlayan deyirlər ki, mən bütün fənləri sevirəm, riyaziyyatı sevmirəm. Riyaziyyat uşaqların qorxulu yuxusudur. Amma bir müddət keçəndən sonra uşaq riyaziyyatı sevməyə başlayır. Məni ən çox motivasiya edən şey budur. Tədris mərkəzimizdə dərs üsulu ilə sizi motivasiya edən, dərslərini maraqla dinlədiyiniz müəllim hansıdır? Dərslərini maraqla dinlədiyim bütün müəllimlərimiz dərsi fərqli üsullarla keçir. Hər an öz metodu var. Xüsusilə elə düşünürəm ki, kimsə yönləndirməkdən də çox, məsələn, bunu belə eləyin, onu elə eləyin. Hər müəllimin öz yolu var, öz metodikası var. O metodikalarda da, yəni seçdiyimiz bütün müəllimlər, ətrafımızda olan bütün komanda yoldaşlarımız, hamısı ən önəmlisi şagirdlərimizə can yandırmaqla, yəni nəyi necə başa düşəcəklər, ən xırda detallarına qədər izah eləməyə çalışırlar. İstir bu loru dil olsun, istir bu əyani sübutlarla olsun. Belə deyim, mənə daha çox maraqlı gələn necə müəllimənin, kimya müəlliməsinin izahıdır. Sizcə şagirdlər Vizual Akademiyəni niyə seçməlidirlər? Çünki Vizual Akademiya şagirdlərə, hər bir şagirdə fərdi yanaşır, öyrənmə xüsusiyyətlərinə görə yanaşır. Çünki hər bir şagird fərqli metodla başa düşür, fərqli cür anlayır dərsi. Ona görə peşəkar müəllimlər hər bir şagirdin öyrənmə xüsusiyyətlərinə uyğun dərs keçirirlər, buna görə seçməlidirlər. Bunlar qəşəng suallar çıxmaya oynadınız sonra. Vizual Akademiyada müəllimlərə göstərilən dəstəyi bir cümlə ilə necə izah edərdiniz? Vizual Akademiya olsun və yaxud da digər harda oluruqsa olaq, ümumiyyətlə rəhbərliyin tək şeyi, necə deyim, dəstək forması, müəllim öz işığını, öz yolunu tapsın və heç vaxt elə parıldasın ki, heç vaxt onu söndürməyə kimisə gücü çatmasın. Bu demək deyil ki, həmişə Vizual Akademiyada yolları olacaq və yaxud da ki, hər kəs buradan keçməlidir. Bizlə yolları kəsişən bütün müəllimlərin çalışırıq ki, yollarına işıq tutaq. Gələcəkdə müəllim olmaq istəyən şagirdlərə hansı tövsiyəni verərdiniz ki, hələ də öyrənməkdən zövq alsınlar? Mən şagirdlərə tövsiyə eləyərəm ki, dərsi məcburiyyət kimi görməsinlər, maraq kimi görsünlər, qarşılıqlı əməkdaşlıq kimi görsünlər ki, dərsdən zövq ala bilsinlər. İkinci ən əsası odur ki, müəllim olduqdan sonra da dayanmaq lazım deyil. Müəllim özü həmişə tələb olmalıdır. Öyrənmə prosesi həmişə davam etməlidir. Ən çox qürur duyduğunuz şagird nailiyyəti hansıdır və onu necə yaratdınız? Mən bunu hər yerdə deyirəm. Demək olar ki, məni tanıyan əksər insanlar da bilir, şagirdlərim də bilir. Deməli, il hansı ildir bilmirəm. Bizim məşhur tədris mərkəzində dərsim var və həmin bu şagirdim 10B sinifində oxuyub bir dəfə mənim dərsimdə olub. Mən bu şagirdə nəsə demişəm, xətrinə dəymişəm. Bilmirəm, bu sinifə qalxmazsan demişəm, ya mən dərs keçmərəm səhər demişəm, nəsə bilmirəm. Axır ki, bu çox xətrinə dəyib. Nəsə il ötdü, bu gəldi 11-ci sinifə. 11-ci sinifdə gəldi, müəllimlər otağında belə əyləşmişik. Hamının içərisində mənə dedi ki, müəllimə sizə nifrət edirəm. Mən özüm fikirləşdim ki, yəni bunun nifrət səbəbi nə ola bilər? Mən neyləmiş ola bilərəm ki də buna niyə nifrət eləsinlər mənə? Çünki mümkün qədər bilənlər bilir də o həyata toxunmaq məsələsi, uşaqların fərqli baxış açıları olsun, nə bilim, hamısı riyaziyyat bilmək məcburiyyətində deyillər, amma həyatda özlərini saxlamaq üçün vicdanları, mərhəmətləri
Bu şeylərə fikir verməli olduqlarını dəfələrlə deyirəm və bundan da qürur hissi duyuram da. Deyirəm ki, hə də yəni necə deyim, etmək istədiklərimin %30-unu, %40-ını eləmişəm də bunları aşılamaqla uşaqlara. Bu uşaq gəldi mənə elə dedi. Qəbul elədim. Amma təsadüfdən də sinif rəhbərləri bölündü, dərslər bölündü və bu şagird mənim sinifimə düşdü yenə. Ayxan Mirzəzadə idi adı. İndi bu uşaqlarla biz dərsə başlayırıq, amma bu uşaq da mənə necə sözlər deyir. Müəllimə, sizin dərs izahınız yemək resepti kimidir. Nə bilim, bunu burdan götürürsüz, onu ora qoyursunuz. Nə bilim, bu ikisi burdan alırsınız, bu ikisi burdan qoyursunuz. Elə ana gəlmişəm ki, gözüm dolu, ağlamaq həddinə gəlmişəm. Çıxmışam o dərsdən, təzədən özümü toparlayıb bir də təzədən girmişəm. Hə, bu arada da valideynlə danışıram. Deyir ki, o sizi çox istədiyindən, yəni çox istəməsə sizdən heç muhatap olmaz. Mən də fikirləşirəm, Allah bunu çox istədiyində bu bunlar deyirsə, çox istəmədiyində nələr deyə. Nəsə mən bu uşağın sevgisini qazandım. Bir şey ki, o qədər mən bilmirdim ki, bu uşaq şeydir də, mənə qarşı istəyi yaranar, yaranmaz. Mənə dedi ki, nə gün idi? 8 mart günü idi deyəsən. Kitabı alıb gətirib mənə. Mən deyə bilərəm yanımdakı şagird alıb da. Hələ də o kitab mənim stol üstü kitabımda. Xırda şeyləri dərd etməyin. Mənim üçün o motivasiya mənbəyidir. Hər dəfə dara düşəndə mütləq oradan bir sətir oxuyuram. O mənim işığımdır da. Dedim, Zəhra sən almışsan, çox sağ ol. Ayxan da o durub orada. Yox, mən almışam. Deyirəm, Ayxan, bu nə böyük şeydir da. Hədiyyədir, çox sağ ol, təşəkkür edirəm. İlin axırında gəldi mənə dedi ki, müəllimə, yaxşı ki, siz mənim sinif rəhbərim olmusunuz. Mən hələ də bununla qürur duyuram. Özünüz üçün dərs vaxtını və planlamanı necə seçirsiniz ki, həm effektiv, həm də maraqlı olsun? Əsilsizlik, sual. Planı dərsi həmişə yerində olacaq, mütləq. Öncə mütləq köhnə dərsi soruşulmalıdır. Yəni mən dərsi söz olaraq soruşmağı sevmirəm. Tarix müəllimi kimi, ədəbiyyat müəllimi kimi mütləq misallarla soruşulur. Ondan sonra test yoxlanır, səhvlər izah olunur və növbəti dərsin əgər keçiləcəksə növbəti dərsin izahı verilir və uşaqlar yorulmayıblarsa, diqqət dağılmayıbsa, bir sınaq işlənir, bir quiz işlənir. Yorulublarsa da ara bir zarafatlaşmaqla, söhbətləşməklə dərs yekunlaşdırılır. Bu qədər. Bu düşməsin sizə. Bir valideynə Vizual Akademi xidmətlərini bir cümlə ilə necə izah edərdiniz? Deməli, bir cümlə ilə izah eləmək mümkün deyil. Tədris mərkəzini bir cümlə ilə mən izah eləyə bilmərəm. Amma mən bir valideyn olaraq övladımın getdiyi yerdə arxayın olmalıyam ki, mənim ondan mən nəzarət eləməsəm də, mən lap takib eləməsəm də, müəllimin vicdanı o qədər yüksək səviyyədədir ki, mənim uşaqlarım həm də ki, o dərsi tam mənimsəyənə qədər ondan əl çəkməyəcək, dərslərə çağıracaq və bu bizdə Vizual Akademiyada ümumiyyətlə 40 dəqiqəlik ya da 1 saatlıq dərs anlayışı, saat yarım dərs anlayışı şeyi yoxdur. Niyə yoxdur? Məsələn, və yaxud mənim şagirdim, sənin şagirdin anlayışı da yoxdur. Bizdəki məsələn Nübar müəllimənin şagirdi gəlib məndən də sual verə bilər, mənim dərsimdə də otura bilər, mənim sınaq dərslərimdə də iştirak edə bilər. Eləcə də mənim şagirdim baxmayaraq ki, eyni branşıq, yəni o da riyaziyyatdır, mən də riyaziyyatım. Yəni mənim şagirdim də gedib asanlıqla, yəni çox rahatlıqla Nübar müəllimənin dərsində oturar, Nübar müəllimə də sual verər, Nübar müəllimə də bunu asanlıqla belə ürək rahatlığı ilə cavab verər. Sənin mənim yox, kursun şagirdi. Kursun şagirdi, mərkəzin şagirdi var və biz hamısına eyni mərhəmətlə yanaşırıq. Yəni birinin dərdi olur, biri ağlayır, biri küsür, biri inciyir. Durub müəllimliyi orada qoyuruq bir tərəfə, bir bacı olsun, bir rəfiqə olsun. Necə qəbul edirlərsə. Ana deməyim. Yəni bir böyük kimi necə yanlarında olmalıyıqsa, valideynin bunlardan heç xəbəri belə olmur. Bunu valideynə demək heç lüzumunda belə bulunmuruq. Çünki bu bizim işimizdir. Çünki müəllimlik belə bir sənətdir. 40 dəqiqəlik ərzində sadəcə lövhənin qabağında markerlə dərs anlatmaq deyil müəllimlik. Müəllimlik həyatlara toxunmaq sənətidir. Düşünürəm ki, Vizual Akademini seçməkdə ən böyük səbəblərdən biri bu olmalıdır. Sonuncu sual da mənə. Vizual Akademi müəllimlər üçün hansı imkanları yaradır? Vizual Akademiyada işləmək, peşəkar komanda ilə işləmək deməkdir. Maddi texniki baza ilə təmin olunmaq deməkdir.
necə deyim, bilmədiklərimizi həm də öyrənmək deməkdir. Öyrənmə prosesi davam eləyir hamımız üçün. Yeni şagirdlər tanımaq deməkdir. Bilmirəm başqa nə deyim.